Bəli, belə bir suala baxaq. Sualda deyir, ABC üslubunda adi tənbələn və uzaq ABC çıx, uzaq ASB bərabər 70 dərəcə olarsa, BDA-nın dərəcəsini tapaq. İlk öncə biz bunları adlandırmalıyıq. Sualda bizə deyir ki, adi tənbələndir. Adi tənbələn olduğu üçün bu tənbələn işarəsini qoymalıyıq. Tənbələn qoyduq işarəsini. Tənbələn isə bunlar bir-birini bərabər olmalı. Bura alfa, burada alfa. Özümüzdən bir dənə bura beta adlandıraq, beta. Burada bir dənə gamma deyək. Gamma. Bizdən sualda deyir ki, bucaq ABC çıx, bucaq ASB 70'dir. ABC haradır? ABC beta çıxılsın. ASB. ASB gammadır, gamma. Beta'nın gamma çıxılsın 70 dərəcə. Yazılır 70 dərəcə. Bizdən BDA-nı istəyir. Buranı istəyir. Biz bilirik ki, üst bucağın daxili bucaqların cəmi 180-dir. Yəni biz bu bucaqların hamısını toplasaq, 180-də bərabər olacaq. Toplayaq. 2 alfa plus beta plus da bura gamma. Bunun cəmi eləyir 180 dərəcə. Bunu tapdıq. Sonra biz buradan beta plus gamma tapaq. Alınır 180 dərəcə minus bu 2 alfa bu yüzü keçir. Alınır 2 çıx 2 alfa. Biz bu beta plus alfanı beta plus gammanı tapdıq. İndi isə bu yuxarı tənlikdə bu aşağı tənliyi gətirəcəyik. Sonra onları sistem tənliyi kimi həll edəcəyik. Gətirirəm beta minus gamma. Alınır 70 dərəcə yazılır burada. Bunlar sistem tənliyi kimi yazacaq. Bu gammalar gedir. Toplayanda 2 beta bərabərdir. Toplayırıq. 250 dərəcə minus 2 alfa. Biz 2 alfanı bu yüzə ata bilərik. Alınır 2 beta plus 2 alfa bərabərdir 250'yə. Sonra biz bunu hər tərəfi 2'yə böləcəyik. Beta plus alfa bərabərdir 250'ni də 2'yə bölürük. Alınır 125. Biz buradan alfa plus beta'nı tapdıq 125. Bizdən BDA-nı istəyir. BDA